Onlayn satışa keçid etmək istəyən gənclərə hansı tövsiyəni verərdiniz? Onlayn satışa əvvəlcə marketinq tərəfinə fokuslansınlar. Sadəcə deyək, produktları sayta əlavə etməklə bitmir. Marketinq tərəfdə onlar deyək ki, öz məhsullarını reklam eləsinlər, eyni zamanda canlı şəkildə müştəriləri ilə görüşsünlər. Yenilik yaratmağa fokuslansınlar daha çox. Startup qurmaq istəyən gənclər üçün ilk və ən vacib addım nədir? Əvvəlcə problemlərə fokuslansınlar. Məsələn, deyək günümüzdə gənclər bir dənə ideyalar olur və otururlar, deyək kod yazırlar, MVP-ni hazırlayırlar, gedirlər satmağa çalışırlar həmin məhsullarını. Lakin mən düşünürəm ki, əvvəlcə deyək ki, hansı müəssisəyə onlar xidmət etmək istəyirlər, getsinlər, onlarla danışsınlar, danışıqlar aparsın, onların problemlərini tapsınlar. Daha sonra həmin problemə uyğun həll deyək, təklif eləsinlər onlara. Onlar da təbii ki, onların problemlərini həll edir deyə onun üçün ödəniş etməyə razı olacaqlar. Eyni zamanda təbii ki, də həmin müəssisənin də bir neçə müəssisə tanışları var ki, o da onlara produktlarını deyək, başqalarına da tövsiyə edəcək və nəticədə deyək, böyük kütləyə çıxmış olacaqlar.